2025-ci il qəbul imtahanı fizika fənni üzrə sualların davamına baxırıq. 43-cü sualla davam edirik. Koordinatlı zamandan asılı qrafikinə əsasən harmonik rəqs edən cismin təcilinin amplitud qiymətini hesablayın. Pi bərabərdir 3. Verilənləri qrafik üzərindən götürək və istifadə edək. Deməli, təcilin maksimal qiymətini tapmaq üçün birinci x maksimal amplitud x maksimal bərabərdir 0,8 metr. Sonra bilirik ki, bir period ərzində rəqs edən maddi nöqtə deməli, tarazlıq vəziyyətindən amplituda doğru 4 dəfə keçib getməlidir ki, bir tam dövr başa vursun. Sayaq 1, 2, 3, 4. Deməli, period 0,4 saniyə t bərabərdir 0,4 saniyə. Pi 3 təcili tapaq. Düstur A bərabərdir. Bu əslində alınır omega kvadratı R-dən 4 pi kvadratı xm böl t kvadratı. Bu da bərabərdir 4 vur 9 vur 0,8 böl 0,4'ün kvadratı. Yəni 0,16 və ixtisarlarımızı eləsək, cavab 1,8 C variantı. Deməli, 0,8-dən 0,116 ixtisar elədim. 2 qaldı, 4-dən də 0,2 qaldı. 4-dən də 0,2 ixtisar elədik. Bəli. Keçək 44-cü suala. Fotoeffekt zamanı udulan fotonun enerjisi, yəni Y çıxış işindən 3 dəfə böyük olarsa, 3A olarsa ki, maksimal kinetik enerjini tapın. Fotoeffekt üçün genişliyin tənliyini yazsaq, Y bərabərdir A üstəgəl Y kinetik. Buradan kinetik enerjini tapsaq, fotonun enerjisindən, yəni 3A'dan çıxırıq elektronların metaldan çıxış işini. A-nı. Qalır 2A. Cavab D variantı. 45-ci sualda başlanğıc koordinatları eyni olan iki cisim sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Hansı zaman anında cisimlər arasındakı məsafə ən böyük olar? Biz bilirik ki, sürət zaman qrafikinin əmələ gətirdiyi fiqurun sahəsi bizə verir cismin getdiyi yol və ya yer dəyişmə. Birinci cismin getdiyi yolu tapmaq üçün bu qrafikin sahəsini tapmalıyıq. İkinci cismin getdiyi yolu tapmaq üçün bu ümumi qrafikin sahəsini tapmalıyıq. Bunlar arasındakı məsafəni tapmaq üçün nə edərik? Cisimlər eyni istiqamətdə hərəkət etdiyindən S2-dən S1-i çıxarıq və həmin fərq, bax, buradakı bu fiqurun sahəsinə bərabər olar. Bu fiqurun sahəsi, yəni iki maddi nöqtə arasındakı məsafə nə zaman ən böyükdür? T4 anında. T3 anında daha kiçik fiqurdur, onlar arasındakı sahə. T2 anında getdikcə kiçilir və iki maddi nöqtənin getdiyi yollar arasındakı məsafə, yəni bax, bu yuxarıda qalan fiqurun sahəsi ən böyük olur. Cavab T4. Qırx altıncı sual. M1 və M2 kütləli iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtələr arasındakı qravitasiya qüvvəsi nəyə bərabərdir? Deməli, burada bir dəfə M1 və M2 kütləli cisimlər üçün deməli, M1 və M2 kütləli cisimlərin arasındakı cazibə qüvvəçisi üçün düstur yazacağıq. Bir dəfə də M1 və M3 üçün. M1 və M2 arasındakı qüvvəni F verir. F bərabərdir J vur M1 M2 böl məsafəmiz isə görürük ki, damadır 4. J M1 M2 böl R kvadratı düsturuna görə. İndi isə F1 3 axtaraq. J vur M1 vur deməli M1 və M3 dediyinə görə M3-ün qiymətini, yəni 2 M2-ni götürürük.
böl r kvadratı. 1 ilə 3-ün arasındakı məsafə 4,4-ün kvadratı 16. Sonra bunlar tərəf-tərəfə böləcəyik. J'lər ixtisar gedəcək. M1 və M2-lər ixtisar gedəcək və nə qalır? F böl F1, 3 bərabərdir. Yuxarıda 4-də 1 qalır. Aşağıda 8-də 1 qalır. Yəni 4-də 1 böl 8-də 1. Yəni 4-də 1 vur. 1-də 8. Cavab 2. Buradan da F1, 3 bərabərdir. F böl 2. A variantı. 47-ci sual. Qoru termometrlərin göstərişləri eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubətləri F1 65, F2 isə 45%-ə bərabərdir. Eyler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Bu həmişə bütün hallarda belədir. Otaqdakı su buxarı doymayan haldadır. Yenə də həmişə otaqdakı buxar doymayan buxardır. 2. Doyan buxar olsaydı otaqda yağış yağardı, belə deyək. Otaqda mütləq rütubət daha böyükdür. Təbii ki, fi, yəni nisbi rütubət böyükdürsə, mütləq rütubət də böyükdür. Birinci otaq. Otaqda su buxarının parsial təzyiqi daha kiçikdir. Təbii ki, fisi kiçik olan, yəni ikinci otaq. Cavab 3, 4, 1, 2, yəni B variantı. Hələlik bu qədər. Digər səhifələri izah edərkən görüşərik.